Dostlar, bugün sizə 70 qəpiyə abunəçi qazanmağın yollarını göstərəcəyəm. Hər abunəçi üçün 70 qəpik, yəni hər 10 dollar üçün 1 dollar, hər 1000 abunəçi üçünsə hər 10 dollar. Əgər hazırki reallıqlara əsasən dolları 70 rubla götürsək, dolların məzənnəsi belədir. Bax, Royal Hook xidməti. Xidmətin tarixi 1 aydan azdır, 1 aydan biraz çoxdur. Hazırda bu xidmətdə 51.544 nəfər var. Və bu insanların hamısı biznes auditoriyasındandır. Burada isə reklam verən və icraçı üçün ayrıca bölmə yaradıblar. Mən reklam verən bölməsinə daxil oldum və baxın, Telegram kanalına abunə olmaq üçün tapşırıq qoydum və hər bir Telegram kanalına 10 dollar əlavə etdim. Bir tərəfdən hədəfi çox güclü olaraq təyin etdim. Beləliklə, burada 813 abunəci qalıb, yəni 263 abunəci tamamlanıb. Və burada 1128 tamamlandı, 113 abunəci qaldı. 10 dollar var idi, indi 31 dollar qalıb. 1128 tamamlandı. Telegram kanalına yetirəm. İlk Telegram kanalına. Statistikaya müraciət edin. Abunəcilərin isə qəbulu başlayır. Hər gün içəri girib baxanda, onu isə saldı. Bəs 141 abunəci gəldi. İkinci gün texniki işlər görüldü, 20 abunəci gəldi. Dünən uc 121 abunəci əlavə edildi. Bugün isə artıq 66 abunəci var. Gəlin sayaq. 541 üstəgəl 20, 561 edir. 561 üstəgəl 321, 882 edir. Və 66. Artıq 952 abunəci əlavə olub. 952 abunəci və beləliklə artıq 1328 kanal abunəliyi yerinə yetirilib. Mən 10 dollar yatırdım, yəni 10 dollara 1000 abunəci düşür. Və auditoriya dostlar, məhz biznes maraqları olanlardır. Və baxın, tapşırığı mən qoymuşam. Tapşırığın yerinə yetirilməsi 001 dollardır. Yəni 001 dollar. Dostlar, bu 1 sentdir, bu 70 qəpikdir. Əgər dollar 70 rubuldursa, budur 70 qəpik. Abunəci. Təsəvvür edə bilərsinizmi? 70 qəpiyə imza atan hansı insan olardı? Xeyr, insan nəyə imza atdığına və nə etdiyinə baxır. Burada. Və beləcə 70 qəpiyə abunəçi qazandım. Artıq 1000-ə yaxın abunəci əlavə edilib və daha 113 abunə qalıb. Budur ikinci kanal. Burada 263 nəfər imza atdı. İkinci bir kanal açıram. Statistikaya müraciət edirəm. Burada hədəfləmə var. Beləliklə, günbəgün, yəni ilk gün 128 abunəci gəldi. Texniki işlər 37 idi. Dünən isə 40 nəfər. Çünki hədəfləmə çox güclü qurulub. Və bugün artıq 4 nəfər. Bax belə. Burada da 260 abunə tamamlandı. Bax belə. Burada da hər biri 70 qəpik, yəni 001 dollaradır. Yəni 10 dollara 1000 abunəci gələcək. Amma burada hədəfləmə var. Və gəlin, məsələn, indi test tapşırıqlar edək. Bax, yaratmaq. Platformanı seçirik. Telegram və ya Telegramda abunə, qrupa abunə, Telegramda sərf sifariş etmək olar. Bunlar test tapşırıqlardır, bəli. Bunların hamısı burada yerləşir. Qiyməti özünüz təyin edirsiniz və insanlar müəyyən məbləğə yerinə yetirirlər. Davam edək. Bax, bu tapşırıqlar burada yerləşir. Burada reklam yerləşdirə bilərsiniz. Burada banner reklamı var. İnsanlar banner reklamı yerləşdirirlər. Kontekstual reklam. Burada kontekstli reklam da bu xidmətdə yerləşdirilə bilər. Banner reklamından 20 rubla abunəci qazandım. Yəni, banner reklamı. Təsəvvür edin, bir şəxs bir xidmətə baxır, bir web sayta klikləyir, buraya daxil olur, bəli, və hədəf hərəkətini yerinə yetirir. Yəni, hədəf abunəcilər, bəli, kontekstual reklam. Şəxs yazılanları oxuyur və imzalayır. Mən heç bir kontekstli reklam etmədim, amma insanlar çox yaxşı nəticələr bildirdilər. Video reklamlar var. Burada video reklam verirdim.
Video reklamdan abunəçi basına 7 rubl qazandım. Beləliklə, nəticələr bulardı dostlar. Burada. Bəli, tapşırıqlar üçün 0,01 dollarlıq konkret qiymət təyin etdim. Abunəcim mənə 70 qətiyə basa gəldi. Maraqlı deyilmi dostlar? Bu çox gözəldir, bəli. Yandex'in digər reklam kanalları ilə müqayisə edin. Direkt orada Google Ads, SEPA şəbəkələrindəki teaser reklamlar. Sadəcə müqayisə edin və fərqin nə qədər böyük olduğunu dərhal başa düşəcəksiniz. Bəs bu servisdə necədir? Burada icracı bölməsi var. Tapşırıqları yerinə yetirmək olar. Bax dələ, tapşırıqlar yüklənir. İndi icrada olan tapşırıqlar çıxacaq. Baxın, insanlar Telegram kanalına abunə olublar. Burada yalnız layihələr var. Burada pul qazan düyməsi var. Bax, 0,1 dollar. Yəni 7 rubl verir adam bu tapşırığa görə. Hələlik tapşırıqlar azdır, amma servisin bir aydan az yası var. Burada əsas olan hazırda olan biznes auditoriyasıdır. Bax, kimsə video reklam verir burada. 18 sent qoyur. Deməli, hazırda servisdə 51.544 nəfər var və hər gün təxminən 1500 nəfər əlavə olunur. Servisdə hamısı biznes auditoriyasıdır. Deməli dostlar, burada əsas məqam budur ki, əgər siz reklam balansınızı 100 dollar artırırsınızsa, sizə 50%, yəni 50 dollar bu gift hesabına verilir və bu balansı banner və kontekst reklamını xərcləyə bilərsiniz. Yəni 100 dollar və ya daha çox depozit üçün 50% bonus. Lakin 100 dollardan etibarən banner reklamları, kontekstual reklamlar əlavə edərək müvafiq olaraq bəzi tapşırıqlar verə bilərsiniz. Bəli, ifadə üçün bir bölmə var və insanlar tapşırıqlarınızı pul müqabilində yerinə yetirəcəklər. Beləliklə freelancer kimi, eni deyirmi? Burada istənilən tapşırıq verə bilərsiniz. Reklam verənə müraciət. Budur bir reklam. Budur tapşırıq. Bəli, tapşırıq və basılıq. Link necə yaradılır? Budur xidmət, kliklər, sayta keçin, lazım olan yerə klikləyin. Video hosting saytları, YouTube, əlaqəli hər şey. Sərhədlər sifarişlə verilə bilər. Sosial şəbəkələr, ani mesajlaşmalar, VK, Telegram, bəyənmələr, repostlar, qoşulmalar, fəaliyyətsiz qeydiyyatlar, fəaliyyətli qeydiyyatlar, rəylər, sərhlər. Sərf və ya rəy yazmaq, qiymət vermək, səs vermək və ya qiymət qoymaq. Buradan seçirsiniz, qiyməti təyin edirsiniz. Necə yoxlamaq olar? Burada əl ilə yoxlama əlavə olunur. Necə icra istəyirsinizsə və tapşırığa görə istifadəciyə nə qədər ödəyəcəyinizi buradan seçirsiniz. Yəni burada tamamilə istənilən tapşırığı verə bilərsiniz. Baxın dostlar, uyğun olaraq burada banner reklamı yerləşdirə bilərsiniz. Mən burada banner reklamı vermişdim. Video reklam. Mən bir video reklam sifariş etdim. Abunəci basına 7 rubla bir video reklam. Bu da çox gözəldir. Bəli, 7 sent. Burada. Amma bu ən maraqlı tapşırıq 1000 abunəci üçün 10 dollara tamamlandı. Dostlar, xidməti orada bir neçə dollara sınaqdan keçirə bilərsiniz. Elə deyilmi? Sonra isə artıq reklam büdcəsini, məsələn, 100 dollar yatırmaq olar ki, kontekst və banner reklamına bonus əldə edəsiniz. Və burada abunəcilər toplayın, tapşırıqlar yaradın, insanlara tapşırıqlar verin. İnsanlar onları yerinə yetirəcək. Sərhlər, bəyənmələr, abunəliklər, bax belə. Amma ən vacibi odur ki, təsəvvür edin, 70 qəpik, heç kim 70 qəpiyə Telegram kanalına abunə olmayacaq. Məsələ ondadır ki, burada həqiqətən də bu insanların hamısı biznes auditoriyasıdır. Biznes maraqları olan insanlardır. Çünki bu layihə biznes aparmaq üçün qurulub və layihənin bir aydan az yaşı var. Təsəvvür edin, bir il keçəndən sonra burada nə olacaq? Təxmini olaraq, yəni qabaqcadan danışmaq istəmirəm. Amma belə düşünə bilərəm ki, bir il sonra burada artıq 1 milyon nəfər bu servisdən istifadə edəcək. Çünki internetdə bu cür bir servis yoxdur ki, burada biznes auditoriyası tamamilə biznesə yönəlib. Bu auditoriyaya reklam var, tapşırıqlar var, belə tapşırıqlı saytlar var, amma orada ümumiyyətlə biznesdən əsər əlamət yoxdur. Yəni, elə də ciddi bir şey deyil. Burada hər şey biznes auditoriyası üçün nəzərdə tutulub, hazırlanıb.
və artıq bu servisdə bir çox ölkə var. Ona görə də burada hədəfləmə, targeting var. Məsələn, reklam verən ucun tutaq ki, surətli tapşırıqlar. Məsələn, tapşırıq yaratmaq. Burada birbaşa ölkəyə, səhərə, cinsə, maraqlara, gündə necə nəfər yerinə yetirəcək kimi parametrlərə görə hədəfləmə qoymaq olar. Burada. Yəni, hədəfləmə burada istədiyiniz şəkildə konfiqurasiya edilə bilər. Çünki əslində burada bir çox ölkə var. Dostlar, xidmətə gedin, 1-2 dollar depozit qoyun, orada 5 dollarınız var. Minimum balans. Sinayen, aboneliklər qurun, edin, insanlara tapşırıqlar, bəyənmələr, sərhlər, aboneliklər və ya nə isə verin. Hətta veb-sayt yaradın, istənilən şey. İnsanlar sizin üçün bu tapşırığı yerinə yetirəcək. Siz yoxlayıb qəbul edəcəksiniz və müəyyən bir məbləğ ödəyəcəksiniz. Mən abonelik üçün 1 sent qoydum. Bu 70 qəpik edir. Yəni 0,1 dollar abonelik üçün 70 qəpik və nəticədə 10 dollara 1000 abuneci aldım. Yəni bir abuneci 70 qəpiyə basa gəldi. Mən belə bir tapşırıq hazırladım və buraya gələn insanlar məhz hədəfli, maraqlı auditoriyadır. Gəlin bir daha statistikaya baxayım və sizə günlər üzrə göstərəcəyəm. Bax, günlər üzrə. Birinci gün 541 abuneci gəldi, ikinci gün texniki işlər var idi, amma yenə də 20 nəfər daxil ola bildi. Üçüncü gün isə 321 abuneci gəldi və bu gün son gündə artıq 66 abuneci var. Amma hələ yalnız səhərdir. Mayın 29-cu günü. Səhər saat 9:46 abunecilər 70 qəpiyə belə gəlirlər. Xidmətdən istifadə edin, dostlar, və 100 dollardan başlayaraq depozit qoyun. Bundan əvvəl xidməti təxminən 5 dollara sınaqdan keçirdim. Bəli, əgər hər şey sizi qane edirsə, 100 dollar yatırın, gift hesabınıza 50% bonus əldə edin və onu kontekst və banner reklamlarında istifadə edin. Hələlik, sağ olun.